İkinci Salnamələr 29-cu fəsil. Yahuda padşahı Xizqiya. Xizqiya padşah olduğu vaxt 25 yaşındaydı və Yerusəlimdə 29 il padşahlıq elədi. Anası Zəkəriyya qızı Aviya idi. Xizqiya babası Davudun elədiyi kimi Rəbbin gözündə doğru olan işlər elədi. Məbədin təmizlənməsi. Xizqiya padşahlığının 1-ci ilində, 1-ci ayda Rəbbin məbədinin qapılarını açdı və onları təmir elədi. Kahinləri və levililəri içəri çağırdı. Onları şərq meydanına topladı. Xizqiya onlara dedi: Ey levililər, məni dinləyin. İndi özünüzü və atalarınızın Allahı Rəbbin məbədini təqdis eləyin və müqəddəs yerdən murdar şeyləri çıxarın. Atalarımız Rəbbin gözündə xainlik və pis olan işlər eləyib, onu tərk elədilər. Rəbbin məskənindən üz döndərib, ona arxa çevirdilər. Eyvanın qapılarını bağladılar, çıraqları söndürdülər. İsrail Allahının müqəddəs yerində buxur yandırmadılar və yandırma qurbanları gətirmədilər. Yahuda və Yerusəlim üzərinə Rəbbin qəzəbi gəldi və gözlərinizlə gördüyünüz kimi onları dəhşət, heyrət və təhqir hədəfinə çevirdi. Ona görə də atalarımız qılıncla öldürülmüş, oğullarımız, qızlarımız və arvadlarımız əsirlikdədir. İndi isə İsrailin Allahı Rəbblə əhd bağlamağı ürəyimə qoydum ki, öz qızğın qəzəbini bizdən döndərsin. Oğullarım, laqeyd olmayın. Çünki Rəbb sizi seçib ki, onun önündə xidmət eləyəsiz və onun buxur yandıran xidmətçiləri olasınız. Levlilərdən bu adamlar qalxdı. Qohat nəslindən Amasay oğlu Maxat və Azarya oğlu Yoel, Merari nəslindən Avdi oğlu Qiş və Yahallelel oğlu Azarya, Gerşon nəslindən Zimma oğlu Yoah və Yoah oğlu Eden, Elisafan nəslindən Şimri və Yeyel, Asəf nəslindən Zəkəriyyə və Mattanya, Heman nəslindən Yexiyel, Şimeyi və Yedutun nəslindən Şemaya və Uzziyel. Onlar qohumlarını topladı və özlərini təqdis elədi. Padşahın əmr elədiyi kimi Rəbbin sözünə görə Rəbbin məbədini təmizləmək üçün getdilər. Kahinlər isə Rəbbin məbədinin içərisinə girib oranı təmizlədilər və böyük otaqda tapdıqları bütün murdar şeyləri məbədin həyətinə çıxartdılar. Levililər isə onları götürüb bayıra, Gidron vadisinə apardı. 1-ci ayın 1-ci günündə təqdis etmə işinə başladılar və həmin ayın 8-ci günündə Rəbbin eyvanına qədər çatdılar. 8 gün Rəbbin məbədini təqdis elədilər və 1-ci ayın 16-cı günündə bitirdilər. Onlar padşah Xizqiyanın yanına girib dedilər: Biz Rəbbin bütün məbədini, yandırma qurbanlarının gətirildiyi qurbangahını və onun bütün avadanlığını, təqdis çörəkləri qoyulan masanı və onun bütün ləvazimatını təmizlədik. Padşah Axaz padşah olanda xainlik eləyib tulladığı bütün əşyaları da hazırladıq və təqdis elədik. İndi onlar Rəbbin qurbangahı önündədir. Padşah Xizqiya səhər tezdən durdu və şəhərin rəislərini toplayıb Rəbbin məbədinə qalxdı. Padşahlıq, müqəddəs məkan, Yahudalılar üçün günah qurbanı olaraq 7 buğa, 7 qoç, 7 quzu və 7 təkə gətirdilər. O, Harun nəslindən olan kahinlərə əmr elədi ki, onları Rəbbin qurbangahında qurban gətirsinlər. Malqaranı kəsdilər və kahinlər qanı götürüb qurbangaha səpdilər. Qoçları kəsdilər və qanı qurbangaha səpdilər. Quzuları kəsdilər və qanı qurbangaha səpdilər. Təkələri isə günah qurbanı olmaq üçün padşahın və cəmaatın önünə gətirdilər və əllərini onların üstünə qoydular. Kahinlər onları kəsdi və qurbangahda günah qurbanı olaraq onların qanını bütün İsraillilərin günahlarını bağışlamaq üçün axıtdı. Çünki padşah əmr eləmişdi ki, yandırma qurbanı və günah qurbanı bütün İsrail üçün gətirilsin. Davudun, padşahın görücüsü, qadın və Peyğəmbər Natanın əmrinə görə Xizqiya levililəri sinclərlə, liralarla və çənglərlə Rəbbin məbədinə qoydu. Bu əmr Peyğəmbərlər vasitəsilə Rəbdən gəlmişdi. Levlilər Davudun musiqi alətləri ilə, kahinlər kəranaylarla dayandı. Xizqiya əmr elədi ki,
Yandırma qurbanı qurbangahda təqdim edilsin. Yandırma qurbanının təqdimi başlananda, Kəranayların və İsrail padşahı Davudun musiqi alətlərinin sədası altında Rəbbin ilahisi də başlandı. Bütün cəmaat səcdə elədi, ilahiçilər ilahi oxudu, Kəranay çalanlar çaldı. Bunların hamısı yandırma qurbanının təqdimi qutarana qədər davam elədi. Yandırma qurbanının təqdimi qutaranda, padşah və yanında olanların hamısı əyilib səcdə elədi. Padşah Xizqiya və rəislər Levililərə əmr elədilər ki, Davudun və görücü Asəfin sözləri ilə Rəbbə həmd oxusunlar. Onlar sevinclə həmd oxudu və əyilib səcdə elədilər. Sonra Xizqiya dedi, İndi özünüzü Rəbbə həsr elədiniz, yaxın gəlin. Rəbbin məbədinə qurbanlar və şükür təqdimləri gətirin. Cəmaat qurbanlar və şükür təqdimləri gətirdi. Ürək istəyənlərin hamısı yandırma qurbanları təqdim elədi. Cəmaatın gətirdiyi yandırma qurbanlarının sayı 70 baş malqara, 100 qoç, 200 quzu idi. Bunların hamısı Rəbbə yandırma qurbanı gətirildi. Təqdis olunan heyvanların sayı isə 600 baş malqara və 3000 baş qoyun keçi idi. Ancaq kahinlər az idi və bütün yandırma qurbanlarının dərisini soya bilmədilər. İş qutarana və kahinlər özlərini təqdis eləyənə qədər qohumları olan Levililər kahinlərə kömək elədilər. Çünki Levililər kahinlərdən artıq sirq ürəklə özlərini təqdis eləmişdi. Ünsiyyət qurbanlarının yağı və yandırma qurbanları ilə birgə gətirilmiş tökmə təqdimlər də çox idi. Beləcə, Rəbbin məbədinin xidməti bərpa olundu. Allahın xalq üçün gördüyü işinə görə Xizqiya və bütün xalq sevindi. Çünki bu iş gözlənilmədən olmuşdu.